Gözəl kənd həyatı, həqiqətən Biləsuvarın Ovçubəra kəndində, bax, yağışlı hava olmağına baxmayaraq, bu gün Ovçubəra sakinləri sevə-sevə bu günləri əsgər qonaqlığına, Rafət kişinin ocağına gəlirlər. Çünki hərbi xidmətə yola düşməmişdən öncə burada əsgər qonaqlığıdır və bu gündə həqiqətən gözəl bir kənd həyatındayıq. Allah, belə deyim, nəinki Biləsuvar, bütün Azərbaycanın bölgəsində olan Azərbaycan sakinlərini qorusun. Xoş günlərə, xeyir işlərə gerək. Ay maşallah, vaxt cavanla. Ay maşallah, Həşimin də əziyyəti həqiqətən də böyük işdir. Soyuq bilmədən, yağışlı hava bilmədən öz kadrların sevə-sevə götürməkdədir. Həşimin xəbəri yoxdur, mən də onu götürürəm. Həşimin həqiqətən də xəbəri yoxdur, and olsun Allaha. Mən onu, yəni sevə-sevə, öz sənətini sevə-sevə götürdüyü kadrları mən də çəkirəm ki, bax, Həşim həqiqətən hansı toyda olmağına baxmayaraq, hava şəraitindən asılı olmayaraq, gözəl mənzərəli yerləri sevə-sevə götürür ki, kadrda gözəl kadrlar çıxsın deyə. Deyirəm, Həşim hava şəraitinə baxmadan Həşim hal-hazırda bax, gözəl kadrlara görə kadrlar götürməkdən sonra. Gəl. Ay maşallah, təbiətin oyanan ayıdır. Mart ayı həmi gözəl günlərdir, gözəl bayramlar ayıdır. Bax, bu günləri ağaclarımızın çiçək açılan ayıdır, həm təbiətin oyanan ayıdır. Bax, bu gözəl gündə, bu gözəl ayda biz də özümüzə borc bilirik. Hərbi xidmətə getməmişdən, yola düşməmişdən öncə əsgər qonaqlığı adət-ənənə olduğu kimi biz də gəlmişik, çəkək, işıqlandıraq və bu gözəl təbiəti də xalqa göstərmək üçün, bax, bu bayram ayı, bu mart ayı həqiqətən də təbiətin oyanan ayıdır. Ay maşallah, ay maşallah. Nə gözəl həyat. Kənd həyatı, həqiqətən də kənd həyatı çox gözəl bir həyatdır. Bu günləri qəhrəman igidlərimiz də kənd həyatından, kasıb ailələrdən və kümələrdən çıxdı. Torpaqların 80%-i 1-ci Qarabağda, 20%-də 44 gün vətən müharibəsində qəhrəmanlarımız azad etdi. Allah şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. İsti soyuq bilməyən əsgərindən zabitinə kimi çürəkli bayraq altda bizləri qoruyan Allah ordunu qorusun. Oyun olsun, bu əsgər geçsin, əsgər. Kimin oğludur ki? Ay maşallah, Allah saxlasın. İnşallah onlar da böyüyüb başa çatsınlar, o yaşa çatsınlar, hərbi xidmətə yola düşsünlər, biz də gələk çəkək, işıqlandıraq. Allah sağlasın. O, bu kişilər də maşallah, canavar kimi oğullardır. Dimdikli canavara bax. Sağ gelsin, salamat gelsin. İnşallah. Sizlərin toyunda. Şahlar kişi, gələn ayaqların var olsun. Həqiqətən də Rafət kişinin ocağında gözəl bir gündür ki, hərbi xidmətə övladın yola salır. İstərdik ki, bir ağsaqqal kimi Rafət kişinin oğluna xeyir dua verəsən. Verim də bax. Ver. Rafət, əvvəllər Rafət elə bir oğulduğun haqqında nə qədər danışsam, qutara bilmərəm mənə qarşı. Bugünkü gündə bütün atanın, ananın arzusu, Allahın ona verdiyi övlad payını böyüdü başa çatdırmalıdır. Və ata-ana həmişə arzulayır ki, istəyir oğul olsun, istəyir olsun, tərəfi yoxsa Allahın gözəl payıdır. Arzulayır ki, Allah oğul övladını məktəbə girsin, onu hərbi xidmətə yola salın və hərbi xidmətdən gələndən sonra ona toy eləsin. O günlərdən də bugünkü gündə Rafətlə Bəsrə xanına qismət olur ki, oğul böyüdürlər, bugünkü gündə hərbi xidmətə yola salın. Allah'tan arzu ederim, onların evlatlarının sağ-salamat, səri-salamatlığına qayıtsın, gəlsin, atasının, anasının yanına. Biz də sevinək, bugünkü gündə Rafət Məmməslərin sevincinə qoşulur. Allah'tan arzu ederim, yenə də sağ geçsin, salamat gəlsin, o gün olsun Rafət. Belə yığınca yığılsın. Atanın ildən gözü yaşlıdır.
sevinç göz yaşıdır. Sevinç. Əlbəttə, çox gözəl vurğuladın, ağsaqqal. Sağ geçsin, salamat gəlsin. Allah sizlərə də ömür versin ki, onun toyunda biz də çəkək paylaşaq. Var olasınız. Veren Allah'a bir Sağ gelsin, salamat gelsin. Hem validenin, hem büyük, çoğu evlatlarının hem küçük, hem büyük, hem küçük. Askeri yoldaşı, babanın kaderi, yükü çekti. Sağ gelsin, salamat gelsin. İnşallah oynar. Həmin nəvəsindən də bir kəlmə götürək burada. Qardaş, sən də bir iki kəlmə deyərdin bu gözəl gündə. Həqiqətən də bir sevindirici haldır ki, Rafət kişinin oğlu hərbi xidməti əldə silah kürəkli bayraq altında bizləri qoruyacaq. O qardaş səndən bir xeyir dua dilindən eşidək. Mən də həmin nəvəsin sağ-salamat getsin, gəlsin. İnşallah mərsin bundan da gözəl Allah bilən salamat eləsin. İnşallah. Bundan böyük arzu olalım. Salamat əziyyət çəkib belə iştirak Xoşdur, xoşdur, xoşdur. Siz də xoş gəldiniz. Borcumuzdur, borcumuzdur. Var olasınız. Hələ belə günlərdə iştirak edək. Sağ olun. Allah